Gündəlik həyatımızda özünü taqətsiz, passiv, yuxulu hiss etmək yorğunluğun əlaməti kimi qəbul olunur. Belə xroniki yorğunluğa yalnız böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Təbiidir də cavabı. Çünki çox yüklənirlər, proqramlar çox çətindir. Xüsusən bizim dövrümüzlə müqayisədə həddindən artıq çətindir. Ailələr uşaqlarını daha çox bədii ədəbiyyatla, belə deyim də, sosial aktivitetlərlə bağlı olan verilişlərə belə əyləncələr cəlb eləyə bilmir. Çünki valideyn işləyir, ana ata işlədiyinə görə uşağı daha çox çıxarda bilmirlər. Uşaq da məcburdur o telefona bağlanır. Günün çox hissəsini bağçada oyunlar oynamaqla keçirən uşaqlar yeni dövrə, məktəbə başladıqlarında özlərini çərçivəyə salınmış kimi hiss edirlər. Bu vəziyyət isə dərsə davamiyyətə, fənlərə olan marağa da təsir göstərir. Xroniki yorğunluq əsasən məktəbə hazırlıq qruplarında iştirak etmədən birinci sinifə başlayan uşaqlarda müşahidə olunur. Buna səbəb isə dərslərə gec adaptasiya olmalarıdır, ağlamaq kimi kaprizlərlə özünü biruzə verir. Xroniki yorğunluq ağlamaqla bərabər yaddaş zəifliyi, baş və əzələ ağrıları kimi sindromlarla özünü biruzə verir. Bu prosesi yüngülləşdirmək üçün müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Uşaqlar səhər tezdən, yuxudan tez oyandıqları üçün sinifə gələrkən biraz yorğun, yuxulu olurlar, daha tam aktivləşməmiş şəkildə olurlar. Hər dərsimizin içində idman dəqiqəmiz var bizim. O idman dəqiqələrində musiqi sədaları altında da rəqslərimiz olur. Olmasa da müəyyən idman hərəkətləri var. O idman hərəkətlərini eləyəndə şagirdlər həm sevərək eləyirlər o idman hərəkətlərini, həm də daha cümrah olurlar, diqqətləri yenilənir və dərslərinə daha diqqətlə yanaşırlar. Burada artıq yoldaşları ilə tanış olurlar, bir-birlərini görən kimi artıq sevinirlər bir-birlərini gördüyünə və bunlarda daha çox enerji yaranır. Psixoloqlar bildirirlər ki, xroniki yorğunluq hallarını minimuma endirmək mümkündür. Bunun üçün ilk növbədə uşaqların qida və rejimi düzgün tənzimlənməlidir. Uşaqların daha çox adaptasiyasını 2 həftə qabaq məktəb başlamadan daha yaxşı olardı ki, uşaqların yuxu rejimini inkişaf elətdirsinlər. Uşaqlarda da çətinlik olur, tez yata bilmirlər və qarşılıq olur. Ona görə 15 dəqiqə tez-tez aralıqlarla onları tezləşdirə bilərlər. Dərsdən sonra dincəlməkdir, oyunlardır, amma ən əsası valideynlərlə münasibət qurmaq, necə keçdi günün, nələr baş verdi, bunları danışmaq çox vacibdir. Həmçinin uşaqları telefon və planşetlərdən uzaq tutmaq da xroniki yorğunluq kimi halların azalmasında böyük rol oynayır. Çünki bu qurğulardan gələn şüa gözün də zəifləməsi ilə nəticələnə bilir. Aydan Əliyeva, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.